Qədir gecəsində müəyyən əməllər ki, qeyd olunub, onlardan biri də Qədir gecəsini ehya saxlamaqdır. Və solda da qeyd olunur ki, ehya saxlamaq vacibdir, yoxsa yox. Birincisi bunu eləyək ki, Qədir gecəsi insanın ehya saxlamaq deyəndə bir çoxlarımız belə başa düşür ki, yəni yatmamaq, oyaq qalmaq. Düzdür, vacib deyil. İnsan gedib yata da bilər, amma o biri tərəfini düşünər ki, insan ki, elə bir gecə ki, bu gecədə taleylər həll olunur, insandan müqəddəratı təyin olunur, bu gecədə dualar qəbul olunur, bu gecə səmanın qapıları açılır, bu gecə Allah Taala mənə görə, xüsusən mənə görə tənəzzəlül mələikə mələklərini nazil edib, Allah bütün diqqətini mənə yönəldib, mənim istəklərim əsasında mənim həyatımı təyin edəcək. Bunu insan düşünərsə, təbii ki, normal bir insan, yaxşı bir insan, düşüncəli bir insan heç vaxt gedib başını atıb yatmaz. Bu gecəni səhərə qədər oyaq qalar, ehya saxlayar. Ehyanın bir mənası da budur ki, oyanmaq, dirilmək. İnsan dirilər. Yəni o çirkab həyatdan, xoşa gəlməz həyatdan saf bir, pak bir həyata doğru addım atar, dirilər. Ona görə Qədir gecəsində ehya saxlama təkid olunmuş, yaxşı olan və insanların öz öhdəsinə buraxılan əməllərdə, işlərdə biridir. Amma vacib deyil.